burada bir iki kəlmə söz deyim. Daya bilirəm Allah ümid tiksin. İlham Əliyev. Ay İlham Əliyev, sənin gününə Allah heç kimi salmasın. İlham Əliyev, mən səni necə lazımdır başa düşürəm, ay İlham Əliyev. Gəl sana mən bir məsləhət verim. Elə bil ki 3-4 dənə kabadayı var da ana. Bu deyir, İsrail deyir, mana işləməlisən, yabana İlham. Ay İran da deyir, mana işləməlisən. Östov. Hə İlham Əliyev. Hay mən elə məsləhət verirəm ki, ay ata balya ilə məsləhət vermir. Allah ümid tiksin. Ay nə tər Fəxriyə Xələfovanı bölüşdürmüşdün ha. Gecə Elçin Quliyevlə yatırdı. Günüz sənlə yatırdı ha Fəxriyə Xələfova, bibin qızı. Qızmış bibin qızı. Ay başına dolanayım, burada nə var ki? Ay tək günləri İsrail'e işdə, cüt günləri də haşa, cümə günü var orada. Haşa. Tək günləri İrana işdə, cüt günlərdə İsrail'e işdə. Dana başına dönüm, dolanım, daha doğrusu doluyum. Belə bir məsləhəti kim sağ verə bilər? Bazar günü qalır, eləmi? Deyəcəm xalqa işlə, onda xalqa işləyən deyirsən, bazar günü erməniyə işlə. Paşinyana neftdən, qazdan göndər. Paşinyana, bazar gündə Paşinyana işlə. O da bax, nefti, qazı zadı göndərdin, taxılı maxılı göndərdin. O da bax, bayraqlarımızı qoşa-qoşa yandırdı. Elə deyil mi ay bəy? Elədir, elə. Bilirsən, o deyir, itin yalı deyir, çox olanda deyir, gəlsin qapa. İndi yəqin ki, ona da yedilər, işlər qızdılar, indi də bayraq yandırırlar. Sabah da orada olanların hamısını yandıracaqlar. Aşağı tabaka gedir də qardaş. Müharibə belə müharibədir ki, heç imkanlıya heç də olmur. Nə olur, aşağı tabaka olur. Qalan 5-10 dənə cavanımız var, onlar da əldə ayaqda gedəcəklər. Mən bunu 100% deyirəm. Əvvəla Allah göstərməsin, müharibə bir də olsun. Bir də müharibə olsa var ya, and olsa Allaha Azərbaycanda başqabağı qalmayacaq. Mən də qabiləmsə, hər şeyi gerçəkdən deyən adamım. O bayrağı yandıran kimdir? O bayrağı yandıran İlham Əliyev, Erdoğan, Paşinyan. Vallahi də, billahi də. O bayrağı nə Putin yandırtdırıbdı, nə Kaçaryan yandırtdırıbdı, nə Sarkisyan yandırtdırıbdı. Bax, deyirəm sizə. O bayrağı yandırtdıran 3 qüvvədir. İlham Əliyev, Erdoğan və Paşinyan. Niyə görə? Baxın ha. Görün necə radikal kütlə var. Görün necə savaş istəyənlər var. Baxın ha, mən seçilməsəm prezident. Bax, bunlar sizi savaşa soxacaq. Türkiyənin bayrağını yandırdılar. Türklər bunu sizə keçməyəcək. Türklərin əli dağı çəkməkdir bu. Eləcə də Azərbaycan. Bax, bu bayrağın yandırılması kimə sərf elədi? Kimə sərf elədi? Paşinyana, İlhama və Erdoğana. Mən sizə demişdim mi təxribat olacaq? Türkiyə üzərinə. Hələ dalı gələcək. Hələ seçimə qədər olacaq təxribat. Narahat olmayın, seçimdən sonra da olacaq.